Esselamu aleykum. Bizim bugünkü dərsimiz tilkə ilə bağlı olacaq və bu 7-ci dərsdir. Qrammatik mövzunu əvvəl izah edim. Biz işarə əvəzliklərindən həzəni keçdik. Dedik ki, kişi cinsindədir, tək üçün istifadə olunur və yaxın üçün istifadə olunur. Sonra ikinci dərsimizdə zəlikəni keçdik. Dedik zəlikə kişi cinsindədir, uzağı bildirmək üçün istifadə olunur və təkdədir. Sonra 6-cı dərsimizdə həzihini keçdik. Qadın cinsindədir dedik. Mənası da bu deməkdir və yaxın üçün qadın cinsində tək üçün istifadə olunur. İndi isə 7-ci dərsimizdə tilkəni keçirik. Tilkə mənası o deməkdir. Yenə burada qadın cinsində istifadə olunacaq, uzağı bildirəcək və tək üçün istifadə olunur. Misal olaraq, həzihi mədrəsətun, bu məktəbdir, və tilkə cəmiyyətun, o isə universitetdir. Sonra gələr, baxın burada həm burada verilib məsələn həzə Muhammedun, bu Muhammeddir, həzihi Əminətu, bu Əminədir. Yəni Muhammed kişi cinsində olduğuna görə həzə, Əminə qadın cinsində olduğuna görə həzihi ilə veririk. Sonra uzağı bildirən işarə əvəzlikləri zəlikə Həmidun, o Həmiddir, tilkə Zeynəbu, o Zeynəbdir. Həmidə görə zəlikə verdi, Zeynəbə görə tilkə verdi. Həm müzəkkər, həm də müənnəs üçün. Qrammatik mövzumuz budur. Keçək tapşırıqlar bölümümüzə. Deməli, əd-dərsu səbiu, 7-ci dərs çalışmaları işləyək. Mən həzihi, bu kimdir? Yəni, bu həzihi dedisə artıq bilin ki, qadın cinsindən soruşur. Həzihi Əminətu, bu Əminədir. Və mən tilkə, bəs o kimdir? Tilkə Fatimətu. Fatimə də qadın cinsində olduğuna görə tilkəni istifadə edirik. O Fatimədir. Həzihi tabibətun və tilkə mümərridatun. Bu həkimdir, yəni qadın mənasında bu həkim qadındır. O isə tibb bacısıdır. Həzihi minəl hindi. Bu Hindistandandır. Və tilkə minəl yəbəni. O isə Yaponiyadandır. Həzihi tavilətun, bu hündürdür, və tilkə qasiratun, o isə alçaq boydur. Mən həzə, bu kimdir? Həzə Həmidun, bu Həmiddir. Və mən zəlikə, bəs o kimdir? Zəlikə Aliyyun, o Əlidir. Baxın, həzə verdi və zəlikə verdi. Çünki Həmid də, Əli də kişi cinsindədir. Ətilkə dəcəcətun, o toyuqdurmu? Toyuq da qadın cinsində olduğuna görə, çünki sözün sonu təmərbutu ilə bitib. Ona görə tilkə verir. Lə, tilkə bəttatun. Bəttatun da ördəkdir, qadın cinsindədir. Deməli, burada da tilkə verəcək. Xeyr, o ördəkdir. Mə tilkə, o nədir? Tilkə bəydatun, o yumurtadır. Həzihi səyyəratul müdərrisi və tilkə səyyəratul müdiri. Bu müdürün maşınıdır. O isə, daha doğrusu bu müəllimin maşınıdır. O isə müdürün maşınıdır. Əs-səatu Abbasin həzihi. Bu Abbasın saatıdırmı? Lə, həzihi səatu Həmidin. Xeyr, o, daha doğrusu xeyr, o, bu Həmidin saatıdır. Tilkə səatu Abbasin. O, Abbasın saatıdır. Saat da qadın cinsində olduğuna görə tilkə ilə verdi. Zəlikə dikun və tilkə dəcəcətun. O xoruzdur, o isə toyuqdur. Sonra təmərin tapşırıq var burada. İqra vaktub, oxu və yaz. Deməli, burada cümlələri oxuyub tərcümə eləməyi bizdən istəyir. Böyüdüm burada. Həzihi mədrəsətun və tilkə cəmiyyətun. Bu məktəbdir, o isə universitetdir. Zəlikə himərun və tilkə bəqaratun. O uzunqulaqdır, o isə inəkdir. Əzəlikə məscidun, o məsciddirmi? Lə tilkə mədrəsətun. Xeyr, o məktəbdir. Həzə cəməlun, bu dəvədir, və tilkə nəqatun. O isə dişi dəvədir. Burada ikisi də dəvədir. Cəməlun erkək dəvə kimi götürülür. Nəqatun isə dişi dəvə.
Həzihi müdərrisətun və tilkə talibətun. Bu müəllimədir, o isə həkimdir. Həzə kəlbun və zəlikə gittun. Bu itdir, o isə pişikdir. Həzə beytul müəzzini və tilkə hədiqatu təciri. Bu müəzzinin evidir, o isə tacirin bağıdır. Sonra növbəti çalışmamızda boşluqlara, əgər boşluqlardan sonra gələn söz qadın cinsindədirsə, tilkə işarə əvəzliyini yerləşdirəcəyi boşluqlara, yox əgər həmin o sözlər kişi cinsindədirsə, boşluqlara zəlikə işarə əvəzliyini yerləşdirəcəyik. Burada ummun verir. Ana da qadın cinsində olduğuna görə tilkə olacaq. Tilkə ummun, o anadır. İkidə əbun, ata, kişi cinsində olduğuna görə zəlikə əbun, o atadır. Qələmun, qələm, kişi cinsindədir deyə zəlikə qələmun olacaq, o qələmdir. Miləqatun, qaşıq deməkdir. Ona görə də qadın cinsindədir deyə tilkə olacaq. Tilkə miləqatun, o qaşıqdır. Aynun, göz. Göz də bədən üzvümüzün cüt olanıdır deyə biz burada qadın cinsinin işarə əvəzliyi, yəni tilkəni götürəcəyik. Tilkə aynun, o gözdür. Həcərun, daş, kişi cinsindədir. Zəlikə həcərun, o daşdır. Qamisun, köynək, kişi cinsindədir. Zəlikə qamisun, o köynəkdir. Qidrun, qazan, qadın cinsində olduğuna görə, səmə isim olduğuna görə tilkə qidrun, o qazandır. Nəfizətun, pəncərə, qadın cinsindədir deyə tilkə nəfizətun, o pəncərədir. Bəqaratun, inək, qadın cinsindədir deyə tilkə bəqaratun, o inəkdir. Məktəbun, yazı stolu, kişi cinsindədir deyə zəlikə məktəbun olacaq. Nəqatun, dişi dəvə, tilkə nəqatun, o dəvədir. Mühəndisun, mühəndis, burada olacaq zəlikə mühəndisun, o mühəndisdir. Müəzzinun, kişi cinsindədir deyə müəzzin, zəlikə müəzzinun, o müəzzindir. Mümərridatun, tibb bacısı, qadın cinsindədir deyə tilkə mümərridatun, o tibb bacısıdır. Sərirun, çarpayı, zəlikə sərirun, o çarpayıdır. Hədiqatun, bağ, tilkə hədiqatun olacaq, qadın cinsindədir deyə o bağdır. Talibun, talibətun, tələbə, tilkə talibətun, o tələbə qadındır, cinsində oldu. Cəməlun, dəvə, zəlikə cəməlun, o dəvədir. Bəttatun, ördək, tilkə bəttatun, o ördəkdir. Sonra burada yeni sözlər verilib. Tibb bacısı mümərridatun, müəzzin müəzzinun, dişi dəvə nəqatun, bağ hədiqatun, ördək bəttatun, yumurta bəydatun. Aşağıdakı çalışmada da nümunələr verir. Məsələn, əl-müzəkkər kişi cinsində olanlar üçün həzə Muhammedun, bu Muhammeddir. Zəlikə həmidun, o həmiddir. Əl-müənnəs qadın cinsinə qarşı olan sözlər verib burada. Həzihi əminətu, bu əminədir. Sonra tilkə Zeynəbu, o Zeynəbdir. Bizim bugünkü 7-ci dərsimizdə bu qədər.